tamaşaçılar, buradan Azərbaycan xalqımı salamlar. Mənim gözəl, dəyərli Cavan Zeynallı müəllimimizi görmüşəm Xətayda, metroda. Ona başına dönərəm onun, quzu kəsərəm. O bizim fəxrimizdir. Ay, nə ürəkli adamsan, sən ürəkdən deyirsən, ona görə. Cavan müəllim, mən fəxr edirəm ki, sizin kimi bir gözəl sənətkarımız, müğənnimiz var. Allah sizə can sağlıq versin. Həmişə səsiniz yüksəklərdən gəlsin. Ürəyimizdə, qəlbimizdə həmişə yaşayasınız. Çox sağ ol. Sən burada oxuyursan. Bəli, mən Xətayda qalıram. Orada Xətayda. bəli, orada böyümüşəm. Amma sizin həmişə pərəst olmuşam da, həmişə sizə. Siz nə deyə bilərsiniz bu Azərbaycan xalqına, bizlərə? Siz bilirsiniz, çox gözəl xalqdır. Çünki indi Bakıda mən sizə deyim, cürbəcür adamlar gəlirlər, xaricdən gəlirlər. Hamısı mərkəzə gedirlər, amma Bakılar mərkəzdə uca qalmadı. Bəli, bəli. Baxıram, deyirəm, o nə Bakıdır? Avqzi Radnoy, bizim Radnoyumuz Bakılılar hardadır? Bakının dərdi böyükdür, Cavan müəllim. Bakı göz yaşı içindədir. Onun göz yaşlarını silmək lazımdır, Cavan müəllim. Mən niyə görə gülürəm? Потому что mən səhnədə çox olmuşam. Когда mən rayalda çalıram, mən həmişə gülürəm rayalda. Həmişə üzünüz belə gülərüz olsun. Başınıza dönərəm. Cavan müəllim, mən fəxr edirəm ki, sizi kimi gözəl sənətkarlarımız var. Mən fəxr edirəm ki, sizi kimi belə böyüklərimiz var. Həmişə kiçiklərimiz sizin qarşısında belə böyük görüb böyüsünlər. Mən fəxr edirəm. Çox sağ ol. Başına dönərəm. Təşəkkür edirəm. İnşallah görüşürük. Mən gəlir qaçım, məndə bir repetisiyası var. Məşqim var. Mən mütləq gəlib bir-iki daha mahnı oxuyum. Çünki sesim biraz havalar görürsən də, belə olanda, külək olanda nəsə söz, ses üzə tutur. Ona görə. Ata çox əladır. Çox sağ ol.